Hə, nəysə, başladı. Deməli, Azərbaycan Xalq Cümhuriyyətinin qonşu dövlətlərini gördük. Deməli, Azərbaycan Xalq Cümhuriyyətinin xarici yəni bu dövlətlərlə münasibətləri və həmçinin bu dövlətlər yox, başqa dövlətlərlə münasibətlərdən danışacaq. Buna toxunmaq üçün biz qayıtmalıyıq 28 may İstiqlaliyyət bəyannaməsinə. Orada deyilirdi ki, Azərbaycan Xalq Cümhuriyyəti Dünya Birliyinin üzvləri ilə həmçinin qonşu dövlətlərlə mehriban qonşuluq və əməkdaşlıq siyasəti yürüdəcəkdir. Buradan artıq bizdə bəllidir ki, bizə heç kimlə müharibə aparmaq niyyətində deyilik, heç kimə qarşı ərazi iddiamız, planımız da yoxdur. Ki, yəni bu ərazi bizimdir, bizə verməlidir. Xarici siyasətdə əsas məqsəd 1. Suvereniteti qoruyub saxlamaq. Suverenitet nədir? Müstəqillik və ərazi bütövlük. İkisi bir yerdə gedir. Sonra faydalı əməkdaşlıq. Faydalı əməkdaşlıq odur ki, biz sizə neft verəcəyik, siz də bizə nəsə verməlisiniz, yoxsa biz sizə neft verəcəyik, siz də bizə təbəqə fazla ilə söhbət görürük. Yəni, faydalı, yəni bərabər hüquqlu, hər iki dövlət üçün faydası olan bir əməkdaşlıq olmalıdır. 3. Mübahisəli məsələləri dinc yolla həll edilməsi. Bəli, başdan gedim bu mübahisəli məsələlərə deyim ki, Gürcüstanın bizə qarşı ərazi iddiası var, Ermənistanın bizə qarşı ərazi iddiası var idi. Və bir qədər də qalmaq, İran özü bizi müstəqil bir ərazi kimi, müstəqil bir dövlət kimi tanımır. Niyə? Çünki onlar bizi Səfəvinin, sonra da Qacarlardan ayrılmış bir yer kimi görürlər. Rusiya sizi o vaxtı işğal edə qalxdı öz tərkibinə, yaxşı fürsət düşüb əlimizə, qoy sizi qopardaq, təzəl birləşdi görürsünüzə. Şeir oxşadı. Suverenitetin qoruyub saxlanılması. Suverenitet, müstəqillik və ərazi bütövlük ikisi bir yerdə məsələsidir. Mübahisəli məsələlər dinc yolla həll etmək. Sonra müstəqilliyin tanıdılması. Ən vacib məsələ budur. Biz müstəqilliyimizi tanıtmalıyıq. Dünya dövlətləri. Niyə? Müstəqilliyimizi əgər tanıdarıqsa, faydalı, yəni heç kəs tanınmamış bir ərazinin faydalı əməkdaşlıq məsələsinin burası deyil. Yəni bu ərazi tanınmalıdır beynəlxalq aləmdə. Müstəqil bir dövlət kimi ərazi kimi tanınmalıdır. Ondan sonra əməkdaşlığa keçəcəklər. Və bu əməkdaşlıq da bizə nə üçün lazımdır? İlk növbədə, sonraki mərhələləri qoyun bitirəmək. İlk növbədə biz yeni yaranmış bir dövlətik və bizi tutmaq istəyən İranımız var və Sovet Rusiyamız var. Qonşularımız, mehriban qonşular. Bizə həmən o bizi tanıyacaq, bizlə əməkdaşlıq edəcək ölkələrdən hərbi yardımlar lazımdır. Hə, indi başlayaq nədən? Başlayaq, xronologiya ilə başlamayacağım. Başlayacağım nə ilə? Osmanlı ilə başlayaq. Deməli, Osmanlı dövləti ilə münasibətlər. Osmanlı ilə ilk müqaviləmiz hansıdır? Batum. Nə vaxt idi? 4 iyul 1918-ci il Batum konferansında müqavilə bağlandı. Və bu müqavilə ilə Osmanlı dövləti bizim müstəqilliyimizi hərbi yardım edildi. Qəşəng. Deməli, Osmanlı dövləti, hələ ki o birisləri qoyaq, Osmanlı bazı danışır. Osmanlı dövləti bizim müstəqilliyimizin yeganə qarantı, yəni zəmanətçisidir. Osmanlı olmasa, biz Gəncəni, Bakını azad edə bilərdik? Yox. Hətta onlar bizə, belə deyək də, trip atdılar şeydə, Gəncədə. Tanımaqda, müstəqilliyimizi, hökuməti tanımaqda imtina elədi. Etimadsızlıq göstərdi. Biz də məcbur olduq. Onlar dediyi kimi Milli Şura öz fəaliyyətini dayandırdı. Hökumət kabineti tərzindən təşkil etdik və həmin hökumət kabinetimiz də anormal hökumət kabineti də həm icra edicidir, həm qanunvericidir. Yəni biz özümüz də başa düşürdük ki, bu normal şey deyil, amma məcbur idik. Çünki biz əgər Nurpaşanın bərk xətrinə dəysəydik, Nurpaşan çıxıb gedəcəkdi.
Çıxıb gedəndən sonra Qafqazda qalırıq biz və bir də bizim düşmənlərimiz. Nə yemisən turcular? Bizi nə yemər siliyərlər. Ona görə də deməli, Osmanlıların burada qalması bizim üçün nə idi? Elə bir ki, bir xilas yoludur da. Yəni, İran risk edib bura yürüyüş eləməz. Rusiya risk edib yürüyüş eləməz ki, yəni, ən azından o tək Azərbaycan deyil, Osmanlı da orada var. Hə. Və Bakını da azad elədik. Sonra gəlir, bunlarla bizim münasibətimiz niyə kəsilir? 1918 oktyabrın sonunda Mudros barışığına görə Osmanlı dövləti 1-ci Dünya müharibəsində məğlub hesab olundu və ələ keçirdiyi, tutduğu, getdiyi ərazilərdən geri çəkilməlidir. Düzdürmü? Biz də bunlara deyirik ki, ya da Topçubaşov deyirik ki, hara gelirsiniz, bizi burada tək qoyub, hara gelirsiniz? Siz yetsəz, bizi məhv edəcəklər. Amma başqa çıxış yolları yoxdur, getməlidirlər. Kim gəlir noyabrda bura? İngilislər Thompson və İngilislər bu insəncə gəliş idi. İkinci ilk dəvət nə var? 4 avqustda Dienstervelin başçılığı altında. Dienstervel elə bir ki, Cumhuriyyətə qarşı gəlmişdi. Thompson nəyə gəlir? Bunu Paris Sülh Konferansından göndərirlər ki, get Qafqazdakı məsələlərdən maraqlan. Gör nə var, nəyə orada. Bu da gəlir və bu əslində bugünkü sizin ev tapşırığınız idi. Thompson oturubdu Bakıda və Xoyski də gəlib bunun qabağına çıxır ki, mənbəsi şeydir. Azərbaycan Xalq Cümhuriyyətinin hökumət kabinetinin başçısıyam. Bu deyir, belə hökumət kabineti var. Get özünü yoxsa bana bu deyir. Yox, müəllim, siz ki dəfə deməzdi ki, özünü düzənmir ondan sonra. Yox, deyir ki... Nəsə, sənin sözün haqqında yaxşı söz gəlmir də hesabla. Yox, elə gör. Deməli, hədə yəni deyir ki, hökumət kabineti icra edici olmalıdır. Sən həm də qanun vericisin. Bir, ikincisi, sən hökumət kabinetində ancaq müsəlmanlardır. Sənin ərazində Rus var, Polyak var, Tatar var, Erməni var, Kürt var. Onlar niyə təmsil olmayıblar burada? Ona biz məcbur olduq, bu ikinci hökumət kabinetində buraxdıq. 26 dekabrda koalisiyalı bir hökumət kabineti formalaşdıq. Onun tərkibində hamı vardı. Sosialisti var, nə bilim, Slavyanusu var, bir tərəfləri var. Musavat var. Hə, və ondan sonra bizi tanıyacaq, Thompson bizi tanıyacaq. Amma Thompson haqqında gəlib danışmıyor, Thompson saxlayır İngiltərə münasibətləri. Sonra gəlir biz kimlə münasibətlər? Ermənistanla münasibətlər. Bunlarla bizim münasibətlərimiz itinə pişik kimidir, ya da pişiklə sıçan kimi münasibətlərdir. Thompson elə əsr. Hə, deməli, 29 mayda Batum konferansında elə geri gəlmişkən, bunlarla aramızda və Osmanlının vasitəsilə saziş imzalanır. Həmən saziş nə idi? Bir-birimizi güya tanıyırdıq, güya ki bizim ərazimizdə onların diplomatik nümayəndəliyi, onların arasında bizim diplomatik nümayəndəliyimiz asılmalı, amma hələ biz Tiflisdəyik, öz ərazimiz planımız yoxdur. Hə, 29 mayda İrəvan şəhəri verilir kimə? Ermənilərə ki, onlar özlərinə burada paytaxt düzəltsinlər və ətrafında dövlət olacaq. Düzdür. İndi müasir dövrdə nə deyirlər? Deyirlər ki, Rəsulzadə və onun silahdaşları, yəni Cumhuriyyətçilər hamısı vətən xaini idilər. Bəs onlar İrəvanı niyə verirdilər Erməniyə?